Yani bir adam homoseksual da özü bile. Bismillahirrahmanirrahim. Əziz izləyicilər üçün Elşad Mirinin bir məsələsi haqqında danışmaq istəyirəm. Qeyd edim ki, Mirini tanıdığım gündən yaxşı bilirəm ki, o çox ziddiyyətlə dolu bir adamdır. Həmin ziddiyyətlərindən də biri cinsi dəyişməyin hökmü haqqında soruşularkən nala muxa vurmasıdır. Elşad Miri İslamda cinsi dəyişməyin hökmü haqqında soruşulur. O isə sualdan yayınaraq onun əməllərinə baxırıq. Bu onun biləcəyi bir məsələdir deyib sualdan yayınır. Amma bunlar həqiqətən sizin dediyiniz kimi öz intim münasibətlərini istədiyiniz kimi istifadə eləmirlərsə, başqa Bəli. bir şey yoxsa bu onun biləcəyi bir məsələdir. Bütün məsələlər onsuz da hər bir insanın özünün biləcəyi bir məsələdir. Amma sən İslamda bu əməlin hökmü haqqında soruşulursansa, suala aydın cavab verməlisən. Sənə cinsi dəyişməkdən sual verilib, sən gedib qidalanmaqdan danışırsan. İslamda cinsi dəyişmək qəti olaraq haramdır. Təəssüflər olsun ki, cinsi dəyişməyin halal olmasını ilk dəfə 1984-cü ildə Xomeyni deyib. Ondan sonra da bir çox şiə alimləri onun ardınca gedərək bu əməli halal sayıblar. Görünür, sən də bəzi qərblilərdən təsirlənərək bu işə normal baxırsan. Amma digər yerdə mən elə deməmişəm deyib, kontekstdən çıxarmadır deyirsən. Elşad bəy, bildiyim qədərilə siz belə söz söyləmərsiniz. Yenə də xəbər saytlarında sizin hansısa bir müsahibənizdən bir kontekstdən başlıq çıxardıb yayırlar ki, Elşad bəy, güya siz demisiniz ki, cinsini dəyişməkdə insanlar sərbəst, istəyən qadın özünü kişi, istəyən kişi özünü qadın eləyə bilər. Yox, bu da kontekstdən çıxarmadır təbii ki. Yenə də dediyim kimi, bunlar özlərindən bəzi məsələləri ortalığa çıxarıb insanları ləkələməyə çalışan, özlərini dindar sayan, halbuki dini dar olan Yani insanlardır. bir adam homoseksual da özü bile. Amma bunlar həqiqətən sizin dediyiniz kimi öz intim münasibətlərini istədiyiniz kimi istifadə eləmirlərsə, başqa Bəli. bir şey yoxsa bu onun biləcəyi bir məsələdir. Əgər bir insan məsələn həqiqətən özü qəbul edib transdənədir və s. biz İslam olaraq, İslam daha doğrusu onun əməllərinə baxır. Özünə müsəlman deyən insanın bir sözü olar. Nala muxa vurmaq isə müsəlmana yaraşmayan pis bir əməldir.